Ali və möhtərəm Milli Məclisimizlə yüksək təhsil sistemimiz birlikdə Oryelin 1984 əsərini reallaşdırmağa hazırlaşır. Necə? Deməli, 1984-də belə bir süjet var ki, hakim siyasi partiya yeni nəslin qarşısında belə bir əxlaqi öhdəçilik vəzifə qoyur ki, əgər ətrafınızda valideynləriniz də daxil böyüklərdən kiminsə hakim siyasi rejim əleyhinə ən kiçik əks fikrini görsəz, bu haqda mütləq fikir polisinə onları çuğullamalısınız. Beləliklə artıq onlarda uşaqlıqdan satqınçılıq və nadürüst mübarizə ruhu formalaşdırırlar ki, sabah onlar böyüdükdə həmin toplumu daha asan, daha rahat istədikləri formada idarə edə bilsinlər. İndi Milli Məclisə müzakirə gedir ki, şagirdə fiziki və psixoloji şiddətə görə qanuna əlavə qəbul edilsin. Burada fiziki şiddət hissəsində heç bir problem yoxdur, bu tam məntiqlidir, amma psixoloji şiddət hissəsi mübahisəlidir. Çünki son dövrlərdə cəmiyyətə açıq hörmətsizlik tipli qəbul edilən qanun maddələrinə baxsaq, burada bir mücərrədlik var, yəni meyar nədir bilinmir. İfadə azadlığının hansı formasından nə dərəcədə istifadə etmək lazımdır, eyni zamanda bədənin nə qədəri, şortikin hansı hissəyə qədəri olmalıdır və s. bunlar mübahisəlidir. Yəni bir növ Talibanın sivil formasıdır. Güman edirəm ki, yeni maddədə də belə bir problem olacaq, çünki hələ də konkret olaraq bir meyar qeyd edilməyib ki, psixoloji şiddət deyəndə nə nəzərdə tutulur? Gaslighting, mobbing kimi psixoloji manipulyasiya vasitələrindən istifadə etməkmi, yoxsa adicə qışqırma tipli sərt reaksiya verməkmi? Yəni, kurikulumun əsası olan səbəb-nəticə əlaqəsi, şərtlər, şərait nəzərə alınacaqmı? Sən bir sinifə 20+ uşaq yerləşdirirsənsə və həmin şagirdlərin əksəri də qeybətlə dərs müzakirəsini fərqləndirə bilmirsə, təhsil sistemi yaratdığı vəziyyətə görə əksəri məktəbdən yayınır. Yayındığı üçün sosiallaşa bilmir. Sosiallaşa bilmədiyi üçün cəngəlliklə məktəb davranışlarını fərqləndirə bilmir. Alicə müəllimin yanında digər şagirdin başına əl-qol atırsa, müəllim buna hansı reaksiyanı verməlidir? Pişim-pişimlə baş sığalamaqla iş ola düzələsi deyil. Axundzadənin də qeyd etdiyi kimi sərt tənqid qaçılmazdır. Ümumiyyətlə, sərt disiplin müəyyən keçid mərhələ üçün bir zərurətdir. Normal disiplinin yaranması üçün. Bilənlər bilir ki, mən mütləq tərəfdar insan deyiləm. Əksinə dərslərimdə də hər dəfə qeyd edirəm ki, insan maksimum dərəcədə azad, etirazçı, üsyankar ruhda olmalıdır. Adicə mən bundan razı deyiləm. Mən başqa cür düşünən fikri belə bir etiraz nümunəsidir və dərslərimdə maksimum dərəcədə uşaqlara onları ittiham etmədən fikirlərini sərbəst şəkildə bildirmələrinə şərait yaradıram və eyni zamanda hər zaman fikirlərinin əsaslandırılmasını tələb edirəm. Yəni, lap ortada bir problemli vəziyyət varsa, bunu məktəb daxilində elmi, pedaqoji, təhsilə aid yöntəmlərlə həll etmək lazımdır. Təhsil haqqında qanunda da qeyd edilir ki, təhsil alanla yanaşı təhsil verənin də sağlam psixoloji mühitdə çalışma hüququ var. Müəllim də bir insandır, o da səhvə yol verə bilər. Bu məsələni niyə məktəb daxilində psixoloqla həll etmirlər? Fakt budur ki, öz işlədiyi məktəbdə daxil, əksər məktəblərdə heç psixoloq vakansiyası belə yoxdur. Şagirdlərin hüquqlarına dair işlərin görülməsi çox yaxşıdır, amma hüquqla bərabər axı vəzifə və məsuliyyətlər də var. Bəs hanı şagird və valideynlərin vəzifə və məsuliyyətlərinə dair görülən işlər? Yer gəlmişkən, müəllimlər süddən çıxan qaşıqdır iddiası eləmirəm. Elə bu vəziyyətin yaranmasına əsas səbəblərdən biri də hər şeyə soru-sualsız göz yuman bir qism müəllim ordusudur, amma qərar istənilən halda absurddur. Burada ən pis məqam odur ki, bu vəziyyət onu aparıb çıxaracaq ki, bəzi özünü idarə edə bilməyən şagirdlər sabah müəllimi təhqir belə eləsə, müəllim işini itirmə qorxusu və sair səbəbdən reaksiya verməyəcək ki, ay amanın günüdür birdən psixoloji şiddət maddəsi ilə ittiham olunaram və ittiham edildikdə təbii ki, fakt olaraq şagirdin rəyi əsas götürüləcək, beləliklə şagirdi müəllimin üzünə durmağa vadar eləyəcəklər. Və kənardan baxan başqa bir şagirdə görəcək ki, birinin şərəf və ləyaqəti təhqir edildi və o buna reaksiya vermədi. Və səlahiyyətli şəxslər test etdiyi kimi müəllim örnək olmalıdır və örnəyi də daha çox görünüş üzərindən götürürlər. Bax, burada da şagird baxıb görəcək ki, bu gül camallı müəllim təhqir olundu və buna reaksiya vermədi. Nəticədə də onun örnək alacağı şey bu olacaq və sabah özünün də haqqı, hüququ pozulduqda o özünü müdafiə edə bilməyəcək. Aha, buradan çıxan məntiqi nəticə budur ki, deməli, qanunun qəbul edilməsindəki əsas məqsəd sadəcə boşalan büdcəni doldurmaq üçün bir bəhanə deyil. Eyni zamanda sorğu-sualsız itaat psixologiyasına əsaslanan sürü, kölə zehniyyətli bir nəsil yetişdirməkdir ki, sabah daha asan, daha rahat istədikləri formada idarə edə bilsinlər. Özdə maraqlıdır ki, müasir təhsil proqramı olan kurikulumun təməli şəxsiyyət yönümlülük prinsipinə əsaslanıb. Bunlar şəxsiyyəti yetişdirmək istəyirlər, amma şəxsiyyəti yetişdirən özünün şəxsiyyətini heçə sayır, müəllimlik peşəsini günü-gündən rüsvaycahan edərək onun ictimai dəyərini, cəmiyyətdəki təsir qüvvəsini məhv etməyi hədəfləyirlər.